Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün nəşr etmiş olduğu riyaziyyat test toplusundan bir məhsulun bir məhsulun təhnniklər və məsələlər mövzusunun davamına baxacağam. Deməli, tapşırıq 106-ya qədər bundan əvvəlki videoda izahı var. 107-dən davam edək. Deyir ki, parametrinin hansı qiymətində təhninin köklərinin fərqi 8 olar. Bu təhnniyə baxırıq ki, Viet teoreminə görə təhnniyin köklərinin cəmi əks işarə ilə B-yə bərabərdir. Yəni 6-ya. Təhnniyin köklərinin fərqini də bizə verib ki, 8-dir. Tərəf-tərəfə toplasaq, sistem təhnniyi alsaq, x-ları toplayanda 2x 1 bərabərdir. X2-lər 1 mənfi 1 müsbət toplananda gedir. 6-nın üstünə 8 gəlirəm, 14. Deməli, təhnniyin bir kökü 7-dir. Cəmi 6-dırsa, buradan aydındır ki, digər kökünə mənfi 1-dir. Və Q nədir? Burada kökləri hasil deməkdir də. 1 kök 7, 1 kök mənfi 1, kökləri hasil edəcək. Mənfi 7 doğru cavab. A variantı 107-də. 108-ə baxaq. Q parametrinin hansı qiymətində kökləri fərqi 6 olar. Yenə də eyni cürdür. Sadəcə burada kökləri cəmi fərqli və kökləri cəmi və kökləri fərqi fərqlidir də. Yəni həlli eynidir. Kökləri cəmi Viet teoreminə görə əks işarə ilə B, yəni 12-dir. Kökləri fərqini də bizə verib ki, 6-dır. Tərəf-tərəfə toplasaq, 2x1 bərabərdir. 12 üstün 6, 18. x1 bərabərdir 9. x2-ni də tapmaq üçün, deyək ki, x1-in yerinə 9 yazıram. 12-dən 9 çıxanda bu da eləyir 3. Q də kökləri hasildir də. Yəni x1 vur, x2-dir. Yəni 9 vur 3, o da bərabərdir 27 olur. Doğru cavab A variantı 108-də. 109-a baxaq. Tərsi olan tənniyi hansıdır? Deməli, kvadrat tənniyin tərsi, köklərinin tərsi olan tənniyi qurmaq üçün A-nın C-nin yerini dəyişdirmək kifayətdir. Yəni, əgər tənniyiniz ax kvadratı plus bx plus c şəklindədirsə, bunun köklərinin tərsi olan tənniyi qurmaq üçün C-ni A-nın yerinə, A-nı da C-nin yerinə gətirməyiniz kifayətdir. Onda olacaq belə, cx kvadratı plus bx plus a, yəni bu şəkildə düşəcək. Bizdə A-nın qiyməti 1-dir, C-nin qiyməti 8-dir. Deməli, 8-i qarşıya keçirdəcəyik. Bax, bu şəkildə 1-i də C-nin yerinə. Yəni, doğru cavab D variantı. 110-da da həmçinin köklərin tərsi olan istəyirsə, C-ni, yəni 3-ü gətirəcəyin x kvadratın qabağına, x kvadratın qabağında 1-i də gətirəcəm C-nin yerinə. Doğru cavab E variantı 110-da. 111-də köklərini veribdir. Bu ifadənin qiymətini istəyir. Vietə görə kökləri hasilini biz bilirik. Köklər hasili burada x kvadratın qabağında əmsal olduğuna görə C böl A-ya, yəni 1 böl 2 kökləri hasildir. x1 plus x2 isə əks işarə ilə burada B-nin əksi mənfi 4-dür. Mənfi 4 böl 2, yəni mənfi 2 olacaq. Bu 2 də düşəndə aşağı, 2-ni mənfi 2 varında mənfi 4-də 1. O da edir mənfi 0,25. Doğru cavab E variantı. Növbəti 112-də tənnini həll edin. Deməli, diskriminantla gəlin həll edək. Diskriminantla 15-in kvadratı, yəni diskriminantın düsturu belədir də, B kvadrat çıxır 4AC. 15-in kvadratı eləyir 225, çıxılsın, 4 vurulsun, A 10-dur, C-də 5,4. 10 vurulsun, 5,4-ə. O da bərabərdir, 225 çıxılsın, onu 5,4-ə vuranda 54 edir, 54 də 4-ə vuranda 224. O da elə, yox, 216. Fərqimiz elədi 9. B-ni, x1-i tapanda, əks işarə ilə B, yəni 15, üstünə gəlirəm, kök adda diskriminant, 9-dan 3 çıxır, bölünsün 2A-ya. A-mızda 10-dur, 2 vur 10. 18 bölünsün 20, o da eləyir 0,9. X2-ni də tapanda 15 çıxılsın 3 bölünsün 20-yə. 15-dən 3 çıxanda 12 bölünsün 20-yə. İxtisar eləsəm 6 bölünsün 10-a. Bu da eləyir 0,6. Doğru cavabımız olur deməli D variantı 112-də. 113-də də həmçinin diskriminantdan kökləri tapa bilərik. Vietlə də əslində tapmaq olar, Vietlə də. Vietlə gəlin, bunu da Vietlə deyim. x1 plus x2, bir də x1 vur x2-ni tapmalıyıq.
x1 plus x2 əks işarə ilə b böl a-ya, yəni 25 böl 10-a. O da eləyir 2,5. Deməli, kökləri cəmi 2,5 elməlidir. Kökləri hasili də 2,4 böl 10-a. Yəni, eləməlidir 0,24. İndi biz tapmalıyıq ki, o hansı ədəddir ki, hasili 0,24 eləyir, cəmi də 2,5 edir. Baxıram ki, 2,4 ilə 0,1. Cəmi, yəni toplasam bunları 2,5 eləyəcək. Bir-birinə vursam, eləyəcək 0,24. Doğru cavab E variantı. Növbəti 114. Köklərinin kubları cəmini tapın. Köklərin kubları cəmi, yəni x1 plus x2-nin kubunu istəyir. Müxtəsər vurma düsturuna görə burada biz deməli, köməkçi müxtəsər vurma düsturundan istifadə edə bilərik. Olacaq belə. Birinci mötərizəmiz qalacaq x1 plus x2. İkinci mötərizədə isə x1 plus x2-nin kvadratı çıxılsın 3x1 vur x2. Bax, bu bizim köməkçi müxtəsər vurma düsturumuzdur. İndi həllinə baxsaq, x1 plus x2-nin qiyməti v-ə görə 5-ə bərabərdir. Burada 5 yazıram. Burada 5-in kvadratı çıxılsın, 3 vurulsun. x1, x2 də c-yə bərabərdir, yəni 2-yə. 3 2 vuranda 6, 25-dən 6 çıxanda 19. 19 ilə 5-ə vuranda 95 edir. Doğru cavab A variantı 114. 115-də köklərin kubları cəmini tapın. Yenə də eyni düsturdur. Sadəcə buradan x1 plus x2-nin və x1 x2 hasilinin qiymətləri dəyişəcək. Düsturu ona görə silmirəm. Düsturu silmirəm. Elə bunun davamında yazacağam. Deməli, x1 plus x2-nin qiyməti b-dir. Yəni 4-dür. 4-dür. Vurulsun. Burada da 4-ün kvadratı çıxılsın. x1 x2-nin də qiyməti 2-dir. 3 vur 2. 3 vur 2 6. 16-dan 6 çıxanda 10. 10 da 4-ə vuranda 40. Doğru cavab 115-də B variantı. Baxaq növbəti 116-ya. Kökləri cəmini tapın. Hasil nə vaxt 0 olur? Vuruqlardan hər hansı biri 0 olarsa. Deməli, bir dəfə bu x-i 0 götürürəm. Bir dəfə də x kvadratı çıx 1-i 0 götürürəm. Buradan da olur x bərabərdir plus minus 1-ə. Sadəcə biz burada mənfi 1-i götürə bilmərik. Nəyə görə mənfi 1-i götürə bilmərik? Çünki burada x kökün altındadır gördüyünüz kimi. Kökün altında mənfi qiymət ola bilməz. Yəni cüt dərəcədən kökün altı mənfi ola bilməz. Ona görə mənfi 1-i götürmürük. Bir kökü 0-dır, bir kökü də 1-dir. Bunun cəmini istəyir. Doğru cavab 1B variantı. 117-də də həmçinin hasil nə vaxt 0 olur? Vuruqlardan hər hansısa biri 0 olarsa. Deməli, bir dəfə x kvadratı çıx 4-ü 0-a bərabər edirəm. X olur plus minus 2. Bir dəfə də x plus 1-i 0-a bərabər edirəm. X olur mənfi 1. Yəni, yoxlamalıyam. Bir kökü mənfi 2, bir kökü 2, bir kökü mənfi 1 deyirəm. Mənfi 2 ilə 2-ni mütləq gətirib bu kökün altını yoxlamalıyam. Çünki kökün altı mənfi ola bilməz. Mənfi 2-ni qoyanda, gördüyünüz kimi mənfi 2-nin üstünə 1 gələndə mənfi ədəd elədir. Kökün altı mənfi qiymət ala bilməz cüt dərəcədən, ona görə mənfi 2 burada ödənmir. Kökləri cəmi 2-nin üstünə mənfi 1 gəlirəm, eləyir 1. Doğru cavab E variantı 117-də. Növbəti baxaq, deməli 118-ə. Tənliyin köklərindən biri 0 olduqda M parametrinin qiymətləri cəmini tapın. Tənliyin köklərindən biri 0 olduqda. Tənliyin köklərindən biri 0-dırsa, deməli, kökləri hasili təbii ki, nə olacaq? 0 olacaq. Və yaxud da x-in yerinə gətirib burada 0 qoy. Deməli, bu 0-a bərabərdir. M parametrinin qiymətlərinin cəmi. Deməli, tapdıq ki, M kvadratı plus 5M çıx 14 0-a bərabərdir. Cəmini istəyir. M-in aldığı qiymətlərin cəmi. Təbii ki, V-ə görə M-in aldığı qiymətlərin cəmi bax, burada olacaq. Mənfi 14 cəmini istəyirik. Mən hasilini dedim. Əks işarə ilə B, yəni mənfi 5 olacaq. Doğru cavab C bəndi 118-də. 119-da da həmçinin tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir deyir. Qarşılıqlı tərs ədədlərin biz bilirik ki, hasili 1-ə bərabər olur. Düzdürmü? Onda deməli bu hasil yerində duran 2A plus 5 bərabər olmalıdır 1-ə. 2A bərabərdir mənfi 4-ə, A da bərabərdir mənfi 2-yə. Tapdıq ki, A-nın mənfi 2 qiymətində. Doğru cavab 119-da B bəndi. 120-də
Teplokod 5 saat ərzində axına qarşı getdiyi məsafəni axın istiqamətində 4 saata gedir. 5 saat axına qarşı gedir. 5-i vururam. Axına qarşı gedəndə sürətlər çıxılır. Teplokodun sürəti 45-dir. Çıxıram çayın sürətinə. Çayın sürətini V götürək. Bu onun getdiyi yoldur. Axın istiqamətində gedirsə 4 saat. Eyni yolu indi gedib axın istiqamətində. Axın istiqamətinə gedəndə isə sürətlər toplanır. Və bu da onun axın istiqamətinə getdiyi yoldur. Bu eyni yolu gedib qayıdıb da dala. Ona görə də bu gedilən yollar bir-birinə nə olur? Bərabər. Buradan tənliyi həll edirəm. 5-i 45-ə vuranda 225 çıx 5V bərabərdir. 4-ü 45-ə vururam 100 80 plus 4V. 5V keçir bura. 4V'nin üstündən 5V eləyir 9V. 180 keçir bura. 225-dən 180 çıxanda 45. V də olur 5. Tapdıq ki, deməli çayın sürəti 5-dir. Doğru cavab 120-dən D bəndi. 121 də eyni şəkildədir. Burada da tənliyimiz eyni olacaq. Sadəcə rəqəmlərimiz dəyişikdir. Deməli 4 saat gedibdir. Axına qarşı. Axına qarşı gedibsə, teplokodun sürətindən çayın sürətinə çıxıram. Bərabərdir. 3 saatda axın istiqamətinə gedib. Teplokodun sürətinin üstünə çayın sürətini gəlirəm. Vurub açsaq 84 çıx 4V bərabərdir. 63 üstə gəl 3V. Bu bura keçir toplanır. 3V'nin üstünə 4V 7V. Bu da bura keçir. 84-dən 63 çıxanda 21. V də olub 3. Tapdıq ki, çayın sürəti deməli 3-dür. Doğru cavab 121-də D məlumatdır. 122 buradan x1, x2 hasilini mötərizə xaricini çıxartsaq, qalır x2 plus x1. Bunların qiymətlərini bilirik də. Viyyətə görə x1, x2 hasilimiz C böl A-dır. Yəni, mənfi 6 böl 3. Mənfi 6-nı 3-ə böləndə eləyir mənfi 2. x1 plus x2 isə əks işarə ilə B böl, yəni 1 böl 3-dür. 1-i bölürəm 3-ə. 1-i bölürəm 3-ə. Eləyir mənfi 3-də 2. Doğru cavab C bəndə 122-də. 123 köklərini hasilini sıfıra çevirən M parametrinin qiymətlərini cəmi tapın. Kökləri hasili sıfıra çevirirsə, deməli, bax, bura sıfırdır. M kvadratı çıx 3M çıx 11 sıfırdır. Onda burada əslində bölü 2 də var. Bu 2 mənası yoxdur da onsuz da. Sürət sıfır olmalıdır ki, böləndə sıfır eləsin. M parametrinin qiymətləri cəmini istəyir. Cəm də haradadır? Əks işarə ilə B-də. Deməli, M-in qiymətləri cəmi 3-dür. Müsbət 3 götürürük ya, çünki əks işarə ilə. B nədirsə biz onun əksini götürürük. 123-də E bəndi. 124-də də kökləri hasilini sıfıra çevirən M parametrinin qiymətləri cəmi. Yenə də bax, bu hissəyə baxacağım. Bu bərabərdir sıfıra. Yəni qabaq lazım deyil bizə. Cəmini istəyir M-in qiymətlərinin cəmi, o da mənfi 3 olur. Doğru cavab E bəndi. Tənliyinin kökləri cəmini tapın. Tənliyi əvvəlcə sadələşdirməliyik. Tənliyi əvvəlcə sadələşdirməliyik. Deməli, məxrəcdə x kvadratı çıx 4. Ortaq məxrəc nədir? Bax, bunu qəbul eləyək də. Qabağa mənfi atım. Bunu da x çıx 2 yazım. Ortaq məxrəc onda x kvadratı çıx 4-dür də. Çünki x kvadratı çıx 4-ü vurğulara ayırsam x çıx 2, x plus 2-dir. Həm içində x çıx 2 var, həm də elə özü x kvadratı çıx 4 deməkdir. Ona görə ortaq məxrəcimiz budur. Birinci kəsrin məxrəcinə böləndə sürət olduğu kimi qaldı. Çıxılsın. Bu ortaq məxrəci, yəni bunu ikinci kəsrin məxrəcinə böləndə, x çıx 2-yə böləndə qalır bu. X üstə gəl 2. Onu da vururam sürətdəki x-a. Olur x kvadratı çıx 2x. Niyə? Çünki qarşıda çıx var. O qarşıdakı çıxma üstə gəlir çıxmaya çevirirdi. Sürəti hesablasaq x kubu üstə gəl 3x kvadratı çıx 10x bölünsün x kvadratı çıx 4. Bərabərdir 0-a. İndi burada x-i mötərizə xaricinə çıxartsam x kvadratı üstə gəl 3x çıx 10. Bölünsün x kvadratı çıx 4. O da bərabərdir 0-a. Sürəti bu x kvadratı plus 3x çıx 10-u vuruqlara ayırsam, vuruqlarım nə olacaq? Hasili mənfi 10 eləsin, cəmi də mənfi 3 eləsin. Mənfi 5 ilə 2. Olacaq onda x çıx 2, x plus 5. Vuruqlara ayırdıq sürət. Məxrəci də belə x çıx 2, x plus 2 yazıram.
X çıx 2-lər ixtisar getdi. Qaldı nə? X vurulsun x plus 5 bölünsün x plus 2 bərabərdir 0. İndi sıfırlarını tapsaq 1 kökü 0'dır. 1 kökü mənfi 5'dir ki, bunu sıfıra çevirir. Yəni sürət 0 olmalıdır da, buranın 0 olması üçün. Deməli 1 kökü 0'dır. 1 kökü də mənfi 5'dir. Bizdən nə istəyir? Tənliyin köklərinin cəmini. 0'ın üstə mənfi 5 qoyanda edir mənfi 5. 125'də doğru cavab B variantı. Baxaq 126'ya. 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34% kiçikdir. Bu ədədlərin kiçiyini tapın. 2 ardıcıl tam ədədin hasili. 2 ardıcıl tam ədəd. Birini x götürün, birini x plus 1. Bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən bunlardan sonra gələn tam ədədlər hansıdır? X plus 1'dən sonra x plus 2 gəlir, bir də x plus 3 gəlir. Bunların hasilindən 34% kiçikdir. Deməli, çıx 34 yazsam, bunlar bir-birinə bərabər olur. Gəlin həll edək. Buranı vurub açıram. X kvadrat plus x bərabərdir. Buranı da vurub açıram. X kvadratı plus 2x plus 3x plus 6. Hamısını bir-bir vurdum belə. Çıx 34. X kvadratları getdim. 2x'in üstünə 3x gələndə 5x. 5x. Yazaq. X bərabərdir 5x çıxılsın. Altdan 24 çıxanda 28. Bu da belə keçsə, x-dən 5x çıxanda mənfi 4x bərabərdir mənfi 28, x olur 7. X-in qiyməti deməli 7'dir. Bu ədədlərdən kiçiyini istəyir. Kiçiyi də elə x-dir da, ona görə də elə 7'dir. Doğru cavab 126'da 7. 127'yə baxaq. Tənliyi həll edin. Bunu tənasüblə bax belə çarpaz şəkildə vurmalıyıq və həll etməliyik. X'i vururam x çıx 6'ya. Eləyir x kvadratı çıx 6x bərabərdir. X çıx 2'ni x çıx 5'ə vururum. X çıx 2'ni x çıx 5'ə vururuq. X kvadratı çıx 6x bərabərdir. X'i vururam x'ə x kvadratı. X'i vururam 5'ə çıx 5x. 2'ni vururam x'ə çıx 2x. 2'ni mənfi 2 vururam mənfi 5'ə plus 10. X kvadratları getdi. Mənfi 2x'dan mənfi 5x çıxanda mənfi 7x eləyir. O mənfi 7x'i də işarəsini dəyişib bu tərəfə keçirsəm, mənfi 6x üstə gəlir 7x olar. Bərabərdir 10'a. X də bərabərdir 10'a. Məsələn, tənliyin həlli olur 127'dən 10. 128'də də həmçinin bu şəkildə həll olunacaq. Yenə çarpaz şəkildə vururam. X çıx 6'ya vuranda x kvadratı çıx 6x bərabərdir. X çıx 3'də x çıx 4'ə vururam. X kvadratı çıxılsın 6x bərabərdir. X-də x-ə vuranda x kvadratı, x-də 4'ə vuranda mənfi 4x, 3'ü x-ə vuranda mənfi 3x, mənfi 2 mənfi 4'ə vuranda plus 12. X kvadratları getdi. Mənfi 6x bərabərdir. Mənfi 4x çıxır 3x, mənfi 7x plus 12. Mənfi 7 bu tərəfə keçəndə müsbət 7 olur. Mənfi 6x'in üstünə müsbət 7x gəlir, x eləyir. X də olur 12. Doğru cavab 12. 129. Səid, Akif və Turalın birlikdə 240 manat pulu var. Səidin pulu Akifin pulundan 2 dəfə çoxdur. Gəlin bunları yazaq. Səid, Akif, Tural. Bir yerdə 240 manat pulları var. Səidin pulu Akifin pulundan 2 dəfə çoxdur. Akifin pulu x-dırsa, Səidin pulundan 2 dəfə çoxdur da 2x-dir. Turalın pulu isə Səidin pulundan 10 manat azdır. Turalın pulu da Səidin pulundan, Səidin pulu 2x-dir. 10 manat azdır. Çıx 10. Turalın neçə manat pulu var? Cəmi bulanın 240 manat pulu varsa, hamısını toplayıb 240'a bərabər edirəm. 2x, 3x, üstünə 2x gəlir, 5x bərabərdir. Bu 10'da mənfidir. Keçəndə bu tərəfə 240 üstünə 10, 250. X olur 250 böl 5, elədi 50. X'in qiyməti deməli olur 50. Turalın neçə manat pulu var soruşur. Turalın pulu 2x çıx 10'dur da. X'də mən 50 tapmışam, yerinə qoyuram. 2 vur 50, çıx 10. 100 çıx 10, 90. Deməli Turalın 90 manat pulu var. 130'a baxaq. 130'da isə deyir ki, 2 kitabın qiyməti 78 manatdır. Kitablardan biri o birindən 5 dəfə bahadır. Birinci kitab, ikinci kitab biri o birindən 5 dəfə bahadır. Biri x manatsa, biri 5x manatdır. Bir yerdə qiyməti, yəni toplasam 78 manatdır. 6x bərabərdir
78. X də bərabərdir 13. Deməli tapdım ki, ucuz kitab 13 manatdır. Çünki opsiyondan 5 dəfə baha idi. Sonra 31-də 2 oyuncağın ümumi qiyməti 35 manatdır. Biri o birindən 4 dəfə bahadır. Deməli 1x-dir, biri 4x-dir. Cəmdə 35 manatdır. X-in üstünə 4x, 5x bərabərdir 35-ə. X də bərabərdir 7-yə. Baha olanı tapın deyir. Baha olan 4 dəfə baha idi da. Ucuz olan 7 manatsa 4 vur 7, 28 də olur baha olanın qiyməti. Baxaq növbəti 132-yə. A parametrinin hansı qiymətinə tənin köklərindən biri 1-dir. Əgər tənin köklərindən birini veribsə, aparıb qoyuruq yerinə. 1 deyil x-in qiyməti. Kökün biri 1-dirsə, bu o demək ki, x-in qiyməti 1-dir. Aparın x-in yerinə 1 qoyun. Olacaq 3 çıx A bərabərdir 0-a. A da olacaq 3. Məsələn, deməli A-nın 3 qiymətindir. Burada P parametrinin hansı qiymətinə tənin kökləri qarşılıqlı tərs ədədlərdir. Köklər qarşılıqlı tərs ədədlərsə, deməli köklərin hasili 1 olacaq. Köklərin hasili bax budur. Viyyətə görə mənfi 2P plus 5 bərabərdir 1-ə. Buradan mənfi 2P bərabərdir. 1-dən 5-i çıxıram, mənfi 4. P də olur, mənfi 4-ü mənfi 2-yə bölürəm 2. P-nin deməli 2 qiymətindir. 134-də dəmsin. Köklər qarşılıqlı tərs ədəddirsə, hasil deməli 0-dır. Yəni mənfi 4P plus 3 bərabərdir, daha doğrusu hasili 1-dir qarşılıqlı tərs ədədlər. Mənfi 4P bərabərdir 3 belə keçir. 1 çıx 3 mənfi 2. P də bərabərdir mənfi 2 mənfi 4-ə böləndə 2-də 1, yəni 0,5. 134-də 0,5. 135. A parametrinin hansı qiymətində tənin sonsuz sayda həlli var. A parametrinin hansı qiymətində tənin sonsuz sayda həlli var. Deməli, tənin sonsuz sayda həlli nə vaxt olur? X-in qarşısında duran əmsal 0 olsun, bir də B 0 olsun. Yəni tənliyimiz xətti tənliyi olanda belə AX bərabərdir B olanda X-in qarşısında duran əmsalda bir də bu cavabda B 0 olmalıdır. X-in qarşısında burada bu durub. Yəqin ki belə olmalıdır bu. Bu 0 olmalıdır. A kvadratı çıx 11A çıx 12 bərabərdir 0. Həmçinin A çıx 12 də 0 olmalıdır. A-nın 12 qiyməti. Burada A 12 alır. O 12-ni bura qoysaq o 0 olur. Bunun kökləri nədir? 1-i 12-dir. 1 də mənfi 1-dir də. Hasili mənfi 12 eləyir. Cəmi də müsbət 11 eləyir. Bəli. Həqiqətən də tapdıq ki, A-nın 12 qiymətində həm bura 0 olur, həm də bura. Ona görə də A-nın 12 qiymətində bu təliyin sonsuz sayda həlli olacaq. 136. B parametrinin hansı ən kiçik qiymətində x bərabərdir 4 tənliyin kökü olur. Tənliyin kökünü bizə veribsə, aparıb qoyuruq yerinə. Yəni, B-nin yerinə 4 qoyuruq. B-nin yerinə 4 qoyanda 4-ün kvadratı bu 16 eləyir. Burada vur 4 olur. Sadələşdirsək, 16 üstə gəl 4B çıx 16 çıx B kvadratı bərabərdir 0-a. 16-lar getdi. B kvadratı çıx 4B bərabərdir 0-a. Hər tərəf mənfiyə vurdum. B mərtəzi xaricdən çıxsa B çıx 4 bərabərdir 0-a. B 1 kökü 0. 1 kökdə B çıx 4-ü 0-a bərabər edirəm. 1 kökdə 4-dür. B parametrinin hansı ən kiçik qiymətində deyirsə, deməli ən kiçik qiymət 0-dır. Doğru cavab 0. 137-də də həmçinin tənin kökünü 3 deyirsə, x-in yerinə aparıb 3 qoyun. 3-ün kvadratı 9, burada vurulsun 3. Vurub açsaq 9 çıxılsın, 3A çıx 9 yazıram. Niyə qabaqda? Çünki çıxma var, işarələr dəyişir. Plus A kvadratı bərabərdir 0. 9-lar getdi. A kvadratı çıx 3A bərabərdir 0-a. Buradan A-nın mötərizə xaricdən çıxarsaq A çıx 3 bərabərdir 0-a. Hasil nə vaxt 0 olur? Vurğuların hər hansı biri 0 olarsa. Deməli, 1 kökü A bərabərdir 0-dır. 1 kökdə A çıx 3-ü 0-a bərabər edirəm. A bərabərdir 3-dür. Məsələn, böyük qiymətini istəyirsə 3-ü götürürük. Burada böyük qiymətini istəyir. Ona görə cavab olur 3. 137-də. 138-ə baxaq. Tənini həll edin. Tənini həll edin. Bax, belə çarpaz şəkildə vururam. 5-i vururam x çıx 2-yə. Olur 5x çıx 10. Vururam 5-ə. 5-ə vurdum tənasüblə. Bərabərdir. 4 də vururam buna. 6x çıx 9-a. Vurub atıram. 5-i 5x-ə vuranda 25x çıx. 5-i 10-a vuranda 50. Bərabərdir. 4-ü 6-ya vuranda 24x çıx. 4-ü 9-a vuram 36.
X-lər keçir bir tərəfə. 25x-dən 24x çıxanda x, 50 də keçir bura. Müsbət 50 olaraq keçir təbii ki. Mənfi 36 üstəgəl 50. O da eləyir 14. X olur 14. 39. Uşağın 10 yaşı, atanın da 31 yaşı var. Neçə il bundan əvvəl ata uşağından 4 dəfə böyük idi. Uşağın 10 yaşı var, atanın da 31 yaşı var. Neçə il əvvəl? X il əvvəl deyək ki. Təbii ki, hər ikisinin yaşı x vaid azaldı. Ata uşağından 4 dəfə böyük idi. Ata bərabərdir uşağından 4 dəfə böyük. Uşağın yaşını vururam 4-ə. 31 çıx x bərabərdir. 4-ü vururam ona 40. 4-ü vururam x-ə çıx 4x. Mənfi 4x keçəndə bura olur müsbət. 31 də keçəndə bura olur qabağı çıxma. Çünki qabağı müsbətdir, keçəndə çıx olur. 3x bərabərdir. 40-dan 31 çıxanda 9, x də olur 3. Deməli 3 il əvvəl. 139 da cavab 3-dür. 140-da. 140-da. Kvadrat tənliyin kökləri hasilini tapın. Kvadrat tənlik deyirsə, deməli bu x-in başında duran kvadrat imiş. Yəni 3m çıx 2, 2-yə bərabərdir. Kvadrat tənliyi olması üçün. 3m bərabərdir 6-ya, m də deməli 2-dir. M-in qiyməti deməli 2 olanda, onda kvadrat tənliyimiz düşür bu formaya. X kvadratı çıx 11x plus 3-ü 2-yə vuram 6. Kvadrat tənliyimiz bu formadadır. Kökləri hasilini tapın deyir. Hasil də budur da, c-nin qiyməti. Olur 6. 141. Tənliyin köklərinin cəmini tapın. Modul tənliklərdə bir dəfə mənfiyə, bir dəfə müsbətə bərabər edirik. 2x çıx 5 bərabərdir. Bir dəfə x çıx 1 yazıram. Bir dəfə də 2x çıx 5-i mənfi x çıx 1 yazıram. X belə keçir. Olur 2x çıx x bərabərdir. Mənfi 5 belə keçir. Mənfi 1 plus 5. X də bərabərdir 4. X-in qiyməti oldu 4. Burada mənfi x keçirdə belə 2x üstə gəlir x bərabərdir. Mənfi 5 də belə keçir. Mənfi 1 plus 5 olur. Ondan sonra mənfiyə vurdum mən bunu. Bu üstə gəl olur onda. Çünki mənfiyə vurmuşamsa, o mənfi çıxmanı müsbətə çevirdim. 3x bərabərdir 6-ya, x də bərabərdir 2-yə. X-in bir qiyməti 4-dür, bir qiyməti 2-dir. Cəmini istəyir. 4 üstə gəl 2. Doğru cavab olacaq 6. 142-də də həmçinin. Amma əvvəlcə 2-ni keçirtməliyəm sağ tərəfə. Olacaq belə. Modulda 2x plus 1 bərabərdir. Bax, bu 2-nin işarəsini dəyişib belə keçirdəcəm. Olacaq x plus 2. 2x plus 1 bərabərdir. X plus 2-yə bir dəfə müsbətini yazıram. Bir dəfə də 2x plus 1-i mənfisinə bərabər edirəm. X keçəndə belə 2x çıx x olur. 1 keçəndə belə 2 çıx 1 olur. X bərabərdir 1-ə. 1 kökü 1-dir. Mənfi x keçəndə belə 2x plus x olur. 1 də keçəndə belə mənfi 2 çıx 1 olur. Yenə mənfiyə vurmadım. Yoxsa vurdum. Vurdum hə. 3x bərabərdir mənfi 3, x də bərabərdir mənfi 1. 1 kökü 1-dir, 1 kökü mənfi 1-dir. Cəmini istəyir, olur 0. Doğru cavab 0-dır. 143-də 3 ardıcıl natural ədədim. Kvadratları cəmi 365-ə bərabərdir. Bu ədədlərin cəmini 3-ə böldükdə alınan qiyməti hesablayın. 3 ardıcıl natural ədədin kvadratları cəmi. Birinci x olsun, bu x plus 1 olsun. Ardıcıl natural ədədlər deyir. Bu da x plus 2. Bunların kvadratlarının cəmindən danışır. Başlarına kvadrat qoyuram. Cəmi 365-ə bərabərdir. İndi bizə deyir ki, bu ədədlərin cəmini 3-ə böldükdə alınan qisməti. Hələ bu ədədləri tapaq, sonra cəmini taparıq. Açıram. X kvadratı plus. Bunu müxtəsərə görə açıram. Eləyir x kvadratı plus 2x plus 1. Bunu da müxtəsərə görə açıram. X kvadratı plus 4x plus 4. 365 də keçirtdim bu tərəfə. Çıx 365 bərabərdir 0. X kvadratı, x kvadratı, x kvadratı. Toplayanda eləyir 3x kvadratı. 2x plus 4x eləyir 6x. 1 üstə gəl 4. 5 çıxanda 365-i çıx 360 bərabərdir 0 qalır. Hər tərəfi 3-ə bölsəm düşür bu vəziyyətə. İndi buradan x-i tapmalıyam. D1 ilə eləsəm 2-nin yarısı 1, kvadratı 1 plus 120 bərabərdir 121-ə. X1 olur mənfi 1 plus 11 elədi 10. Bir kökümüz 10-dur. X-in natural ədədindən danışırdı. Heç obsi kökünü tapmağa ehtiyac yoxdur. Obsi kökü mənfi eləyir axı. Deməli x 10-dur. Bu ədəd onda hansı ədədlərdir? 10-dur, 11-dir, 12-dir. Bunun cəminin 3-ə bölünməsindən
Alınan qisməti istəyir. 33 bölünsün 100 cavab olur 11. Bu şəkildə. Sonra 144. 3 ardıcıl natural ədədin kvadratları cəmi 43-dür. 434-ə bərabərdir. Bu ədədlərin cəmi eyni şeydir də. Prosto 3 ardıcıl yenə eyni şeydir. Bir dənə 434 olacaq burada. Bəlkə bunun üstündə düzəldək, təzədən yazmayaq. 434-dür burada. 434. Onda 434-dən 5 çıxanda 429 qalır burada. 429 3-ə bölünür. 429-u 3-ə böləndə 1, 12-nin içində 4, 400, 143. Ondan sonra diskriminantı hesablayaq. 143 gələndə eləyəcək 144. İşte, diskriminantımız 144. Ondan da 12 çıxır. -1-in üstünə 12, elədi -11. Deməli, burada isə x1-imiz 11-dir. 11, o birisi 12-dir, o birisi 13-dür. Bunun cəminin 3-ə bölünməsindən alınan qisməti istəyir. Eləyir 23, 36 bölü 3, o da bərabərdir 12. Məsələn, yəni eyni şeydir, bir dənə ədəd dəyişdiyinə görə ancaq onları dəyişdim. Baxaq növbəti 145-ə. 145-də motorlu qayıq çayın axını ilə 45 km, axına qarşı da 9 km getdi. Bax, çaydır, belə axır. Axın ilə 45 km gedib. Axına qarşı 9 km gedib. Bütün yola 4 saat vaxt sərf edib. Gedib və qayıtmağa 4 saat vaxt sərf edibdir. Çayın sürətini verib 3, qayığın sürətini istəyir. Axın ilə gedəndə sürətlər toplanır. Deməli, gedilən yolu bölürəm sürətə. Sürətlər də toplandı. Axın ilə gedib axı. Çayın sürətinin üstünə gəlirəm, qayığın sürəti. Üstə gəl. Bax, bu axın ilə getdiyi zamandır. Üstünə gəlirəm, axına qarşı getdiyi zamandır. Axına qarşı 9 km gedib. Gedilən yol 9-u bölürəm sürətə. Sürət nədir? Axına qarşı gedəndə sürətlər çıxılır. Qayığın sürətindən çayın sürətini çıxırıq. Bərabərdir. Cəmi gedib qayıtmağa nə qədər vaxt sərf edir? 4 saat. Bərabərdir 4-ə. Məsələn, ortaq məxrəc bunların hasilidir. Böləndə birinci kəsin məxrəcindən V-3 qalır. V-3-ü sürətdəki 45-ə vuranda 45V çıxılsın. 45-i 3 vuranda 135 üstə gəl. Ortaq məxrəci ikinci kəsin məxrəcindən böləndə V üstə gəl 3 qalır. Onu da sürətdəki 9-a vursam 9V üstə gəl 27. Bərabərdir 4-ə. 45V'nin üstünə 9V gələndə eləyir 54V çıxılsın. 135-dən də 27-ni çıxanda 8, 108. Məxrəc nədir? V çıxı 3, V plus 3. Məxrəc V kvadratı çıx 9-dur. Tənasüblə də onu vururam 4-ə. 4, V kvadratı çıx 9. Olur belə. 4V kvadratı çıx 36. Bula 54 də keçirdirəm bu tərəfə. 108 də keçirdirəm işarəsini dəyişib bir tərəfə. 4V kvadratı çıx 54V -36-nın üstünə 108 gələndə müsbət 72 bərabərdir 0. Hər tərəfi 4-ə bölsəm V kvadratı çıxılsın. 4-ə bölmək olmur. Yox, 2-yə bölmək olur. 2-yə bölək. Hər tərəfi 2-yə bölsəm 2V kvadratı çıxılsın. 27V plus 36 bərabərdir 0. V-ni tapaq. Diskriminant. 27-nin kvadratı deməli 27-ni 27-yə vuranda 49, 4 yaddır. 189, 14, 5, 9, 2, 729. Çıxıram. 36 vur, 2 vur, 4. Yəni 36-nı 8-ə vurmalıyam da. 48, 4 yadda. 288. Çıxanda da 1, 12-dən çıxanda 4, 6-dan da çıxanda 441. X1, V1 də olur. 27 plus 441-dən 21 çıxır kök. Bölünsün 2 vur 2. Yəni 2 aya. Toplayanda 10, 1 yadda. 50 böl 4. 50 böl 4. Eləyir 2-də 25. V2-ni də hesablayaq. 27 çıx 21 böl 4. O da eləyir 4-də 6. Yəni 2-də 3. 1,5. Yəni qayığın sürəti 1,5 olanmaz da bu olacaq. 12,5. Yəni qayığın sürəti çayın da sürətindən aşağı olmayacaq ki. 12,5 olur. Doğru cavab.
145'də. Nəysə sərf elədik, hə? Hardasa hesablama sərf elədik. 45V çıxılsın. Baxaq, 15, 135 üstə gəl. 9V plus 27 bərabərdir 4-ə. 4V kvadratı çıx 36, bu bura keçəndə 54 və fərqimiz də eləyir 15-dən 7 çıxanda 8, 12-dən də çıxanda 10, 108. Aha, sonra hər tərəfi yox, bunları hesablasaq 4V kvadrat çıxar 4V plus 2 72 2V kvadratı çıx 27 plus 36 441 27'nin üstünə 21 gələndə. 27 üstü 21-i səhv gəlmişəm. 48. 48 də 4-ə böləndə 12-də. O da diqqətim yayınıb. 12. Belə. Deməli, qayğın sürəti 12-dir. Baxaq növbəti tapşırığa. Burada cavab olur 12. Burada da 12-də, 144-də 12. 146. Təyin köklərin fərqini veribdir ki, kökləri fərqini verib ki, 2-dir. Kökləri hasilini bilirəm, 10-dur. Əvəz etməklə eləyək də, əvəz etməklə eləyək. Buradan x1 nəyə bərabərdir? 2 plus x2-yə. Bunun bu qiymətini gətirib burada x1-in yerinə qoyacağım. 2 plus x2 vurulsun x2 bərabərdir 10-a. Vurub açsaq x2-nin kvadratı plus 2x2 çıx 10 bərabərdir 0-a. Diskriminant hesablasaq. Yəni köklərin fərqi 2 olarsa p kvadratını tapın. Heç buna ehtiyac yoxdur onda. Diskriminant çıxmır. P kvadratı p nədir? x1 plus x2-də. x1 plus x2-nin kvadratını istəyir. Onu da köklər fərqi ilə yazmaq olar. Buradan çıxmadı. Onu da belə yazaq. Bizdən p kvadratını istəyir. P nədir? Gördüyünüz kimi x1 plus x2-dən. Yəni x1 plus x2-nin kvadratı. x1 plus x2-nin kvadratını istəyir. Bunu açsaq, x1-in kvadratı plus 2x1 x2 plus x2-nin kvadratıdır. Düzdürmü? Mən x1 plus x2-nin kvadratını bilmirəm. Ona görə bunun yerində mən nə bilirəm? x1 çıx x2-ni bilirəm. Bunun yerində x1 çıx x2-nin kvadratı plus 2x1 x2 yazıram. Bax, bunun əvəzinə yazdım. x1 plus x2-nin kvadratının əvəzinə yazdım. Burada da bir dənə plus 2x1 x2 var axı. Bunu da hesablasaq, x1 çıx x2-nin kvadratı plus 4x1 x2. İndi x1 köklər fərqini bilirəm, 2-dir. Yerinə yazıram. 2-nin kvadratı üstə gəl 4 vurulsun. x1 x2-ni də bilirəm, 10-dur. Burada verib viyyətə görə. 4 plus 40 elədi 44. Sonra elə 147-də də eynidir də. Burası köklər fərqi 3-dür burada. Orada da olacaq 3-ün kvadratı. Üstə gəl 4 vurulsun. Kökləri hasildə 8-dir. Olacaq 9 plus 32, o da elədi 41. Yəni eyni şeydir. 147 və 146. Növbəti 148-ə baxaq. 148-də bunu veribdir. Bunu B parametrin hansı qiymətində təyin kökləri bu şərti ödəyir. x1-in kvadratı çıx x2-nin kvadratını 9-a bərabər olduğunu deyir. Buradan x1 çıx x2, bunu müxtəsərə görə x1 plus x2 yazsam, x1 plus x2-nin qiymətini bilirəm də, müsbət 9-dur. Qoyuram yerinə. Onda x1 çıx x2 deməli 1-dir. x1 çıx x2 1-dir, x1 plus x2-ni də bilirəm 9-dur. Köklərini tapa bilərəm də buradan sistem tənliklə. Tərəf-tərəfə toplasam 2x1 bərabərdir. 9-un üstünə 1 gəlirəm 10-a. x1 olur 5.
x2 5-dirsə, bunların fərqi 4-dürsə, x2 də 4-dür də. Fərqi 1-dirsə, bunların x2 də 4-dür də. Nəyini istəyir? B-nin qiyməti. B nədir? x1 plus x2-dən v-yə görə. 4 vur 5, 20. Deməli, B-nin 20 qiymətində. 149-a baxsaq, sürəti məxrəcindən 3 vahid kiçik olan adi kəsirdə sürəti məxrəcindən 3 vahid kiçik olan məxrəc x-sə sürət x-3-dür. Sürəti məxrəcindən 3 vahid kiçik olan adi kəsirlər onun tərsinin cəmi. Tərsi də yəni sürət məxrəcinin yerini dəyişirik. 2,9-dur. Ortaq məxrəc bunların hasilidir. Böləndə birinci kəsirin məxrəcinə x-3 qalır. Vururam sürətdəki x-3-ə. Üstə gəl. X-i vururam. Bunu böləndə ikinci kəsirin məxrəcinə elə x qalır. X-i də vururam sürətdəki x-ə. Olur belə. 2,9-da 10-da 29 deməkdir. Qarşı kəsə çevirsək, düzgün olmayan kəsə çevirsək. İndi sürəti sadələşdirsək, x kvadratı çıxılsın 6x plus 9. Müxtəsərə görə bunu açdım. Üstə gəl. X-ə vuranda x kvadratı eləyir. Vurulsun ona tənasüblə. Tənasüb nədir? Belə çarpaz şəkildə vurulmadı da. Vurulsun ona. Bərabərdir. 29 da vururam bu kəsirin məxrəcinə x-3-ə. X vurulsun x-3-ə. Yəni x kvadratı çıxır 3x-ə. Vurub açsaq, x kvadratın üstünə x kvadratı 2x kvadratı. Ona da vuranda 20x kvadratı çıx. Onu 6x vuranda 60x plus 90 bərabərdir. 29x kvadratı çıxılsın. 29-u 3-ə vuranda 27, 87x. 20x kvadratını işarəsini dəyişib atıram bura. 29x kvadratını 20x kvadratı çıxanda 9x kvadratı qalır. Plus 60'ı da atıram bura. Mənfi 7x plus 60, mənfi 27x. 90'ı da atıram bura. İşarəsini dəyişib. Çıx 90. Hər tərəf 9'a bölüm. X kvadratı çıx 3x, çıx 10. Bərabərdir 0. Diskriminant. Diskriminatsız da yazaq da. Kökləri cəmi 3 eləməlidir. Hasildə mənfi 10. O hansı ədədlərdir? Cəmi 3 eləməlidirsə 5 ilə mənfi 2. 5 ilə mənfi 2. Şimdi bizdən nə istəyir? Verilmiş kəsiri tapın. Mən fikrini götürmürəm. 5'dir də. Yəni bizə müsbət ədəd lazımdır. 5'dir. Verilmiş ədəd də budur da. Bu kəsirdir də. Məxrəc 5'dir. Sürət də 5 çıxır 2. 5'də 2 kəsiridir. Deməli 149'da. Bu da 0,4 deməkdir. 150'yə baxaq. Əvvəlcə səbətdən 6 alma. Əvvəlcə səbətdən 6 alma. X alma var səbətin içində. Əvvəlcə 6 alma götürdülər. Sonra qalan almaların 1/3 hissəsini. 6 alma götürdülərsə x çıxı 6 qaldı da. X çıxı 6'nın 1/3 hissəsini. Deməli, birinci dəfə 6 alma götürdülər. İkinci dəfə də bunu. Daha 6 alma. Üçüncü dəfə də yenə 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qaldı. Gəlin görək cəmi nə qədər götürüblər. X-dan çıxıram götürdüklərini. 6 üstə gəl. 3/1 vurulsun x çıx 6. Üstə gəl 6. Bərabərdir. Qaldı. Qalan nədir? Əvvəlki almaların, yəni x-in yarısı qaldı. X bölü 2. Deməli də götürdükləri də x bölü 2'dir. Bunu yazmağa ehtiyac yoxdur. 12 üstə gəlsin. 3/1 x çıxılsın və buna vurub açıram. 2. Bərabərdir x bölü 2'yə. X bölü 2. 3/1'i də bunun yanına atıram. 12'dən də 2 çıxanda 10. Orta məxrəc 6. 6'nı böləndə 2'yə 3. 3x çıxılsın. 6'nı 3'ə böləndə 2x bərabərdir 10'a. X bölü 6 bərabərdir 10'a. Buradan tapıram ki, x 60'dır demək. Deməli, səbətdə əvvəlcə 60 alma var imiş. 150'də cavab 60. 151. Təyin kökləri cəmini sıfıra çevirən A parametrinin mümkün qiymətlərin cəmini tapın. Təyin kökləri cəmini sıfıra çeviribsə, yəni x-in qarşısındakı əmsal, yəni b sıfıra bərabərdir. Bax, bura sıfırdır. Deməli, belə çıxır ki, 2a kvadrat çıx 10'a plus 6 bərabərdir sıfıra. A-nın mümkün qiymətlərinin cəmini istəyir. Təbii ki, burada B bölünsün A-dır. 10 bölünsün 2, 5'dir. A-nın mümkün qiymətlərinin cəmi. 152'də ifadəsinin qiymətini tapın. X1-in
Gəlin biraz bunu sadələşdirək. Bunu belə yazam. x1 vur x1 vur x2 bərabərdir 20-yə. x1 vur x2-nin qiymətini bilirəm. V-yə görə 10-dur. x1 vur 10 bərabərdir 20-yə. x1 də bərabərdir 10 böl 20 böl 10, 2. x1 deməli 2-dir. x2-ni də tapaq da. x1 vur x2 10-da axı. 2-dirsə, digər kökü də deməli 5-dir. Yerinə qoyaq da. x1-in kvadratı, x1-in kvadratı, 2-nin kvadratı 4, 5-in kvadratı 25 plus p lazımdır. P nədir? x1 plus x2-nin cəmi. Yəni 2 üstə gəl 5, 7. Cəmimiz 7-dirsə, deməli p mənfi 7-dir. Mənfi p-dir axı. Əks işarə ilə olmalıdır axı. Mənfi 7. Mənfi 7 isə bura çıx 7 olur. 29-dan da 7 çıxanda 22. Tapdıq ki, cavab 22-dir. Belə, baxaq növbəti səhifəyə. Yenə bunu x2 vur x2 kimi yazsaq, mən x1 vur x2-nin qiymətini bilirəm axı 14-dür. Onda x2-ni tapa bilərəm. 28 bölü 14 2. x2 14-dürsə, x2 2-dirsə, hasilim 14-dürsə, deməli x1 7 imiş də. x1 7-dir, x2 14-dür. Cəmi p-dir. x1 plus 2 plus 7, cəmimiz də 9-dur. İşte yerinə qoyaq. x1-imiz 7-dir. Kvadratı 49 çıx. x2 2-dir. Kvadratı 4 plus p də 9-dur. 49-dan 4 çıxanda 45, üstünə də 9 gələndə 54. Baxaq 154-də. Köklərinin hər birindən 3% böyük olan ədədlərin hasili 34 olarsa küyünü tapın. Tənin köklərinin hər birindən 3% böyük olan ədədlərin hasili. Tənin köklərinin hər birindən. Tənin köklərini bilmirəm də nədir. Amma bilirəm ki, x1 plus x2 cəmimiz v-yə görə 6-dır. Onda bir kökümüz x1-si o birisi də 6 çıx x2-dir. Tənin köklərinin hər birindən 3% böyük olan ədəd. x1 plus 3, o birisi də x2 plus 3-dür də. Tənin köklərinin hər biri. Bunların hasili 34-dür. x1-in yerinə gətirib bunu yaza bilərəmmi? Yaza bilərəm. Yazıram 6 çıx x2 plus 3. Burada da x2 plus 3 bərabərdir 34-də. 6-nın üstünə 3 gələndə 9 çıx x2. Burada da x2 plus 3 bərabərdir 34-də. Vurub açsam 9-u x2-yə vuranda 9x2, 9-u 3-ə vuranda plus 27, x2-ni x2-yə vuranda mənfi x2-nin kvadratı, x2-ni 3-ə vuranda mənfi 3x2 bərabərdir 34-də. Mənfi x2-nin kvadratı 9x2 çıx 3x2 plus 6x2 34 də belə keçəndə 27-dən 34 çıxanda mənfi 7 bərabərdir 0-a. Hər tərəf mənfiyə bölsək, x2-nin kvadratı çıx 6x2 plus 7 bərabərdir 0-a. Diskriminant bərabərdir. D1 nə eləsək? 6-nın yarısı 3 kvadratı 9 çıx c. Nə istəyir? Küyünü tapın. Kökləri hasilini. Harasınsa sərf elədik. 9x2 plus 27 çıx x2-nin kvadratı çıx 3x2. Bu 6x2 edir. Mənfi x kvadrat edir. Bu da keçəndə bura mənfi edir. x2'nin kvadratı çıx 6x2 plus 7. Bəlkə belə də elə. Diskriminant çıxmadı, ona görə qaldım. Bir kökü 3 plus kökətdə 2-dir. O birisi kökü nədir? O birisi kökü də buradadır da. Bir kökü 3 plus kökətdə 2-dir. O birisi də 3 minus kökətdə 2-dir. Yəni bunu burada qoyub x1-i tapsaq, bu 6 çıx 3 plus kökətdə 2 olsa, olacaq 6 çıx 3 çıx kökətdə 2, o da eləyəcək 3 çıx kökətdə 2.
Deməli, bir kökü budur. Bir kökü də 3 plus kök əldə 2-dir. Bunun hasilini istəyir də. Q bunların hasilidir. 3 çıx kök əldə 2-ni 3 plus kök əldə 2-yə vururam. Müxtəsərə görə A çıx B, A plus B-ni 3-ün kvadraты çıx kök əldə 2-nin kvadraты kimi yazsam 9 çıx 2 olacaq 7. Doğru cavabımız 7-dir. 154'də. 155'ə baxaq. 155'də deməli belə bir tənyin verib də. Buradan 6-nı mötərizə xaricinə çıxartsam, x plus 6 qalır. Buradan da 2-ni mötərizə xaricinə çıxartsam, mötərizə yəni modulun xaricinə x plus 6 qalır. Bərabərdir 72-yə. Bax, 6 dənə x plus 6-dan 2 dənə x plus 6-nı çıxanda 4 dənə x plus 6 qalır. Bərabərdir 72-yə. Hər tərəf 4-ə bölsək x plus 6 bərabərdir 18-ə. Moduldur da. Bir dəfə mənfisinə bərabər edirəm. Bir dəfə də müsbətinə bərabər edirəm. Olur x bərabərdir mənfi 18-dən 6 çıxanda mənfi 24. Buradan da x bərabərdir 18-dən 6 çıxanda 12. Deməli, nə istəyir? Tənyin böyük kökü ilə kiçik kökünün fərqini. Yəni, böyük kökü 12-dir. Kiçik kökü mənfi 24-dür. Fərqi 12 plus 24, 36. Baxaq növbəti 156-ya. Burada məxrəcləri ixtisar edə bilərəm, amma nəzərə almalıyam ki, x mənfi ondan fərqli olmalıdır. Bax, bunu yadda saxlamalıyam. Onda x kvadratı plus 8x bərabər olacaq 20-yə. Buradan da x kvadratı plus 8x çıx 20 bərabərdir 0-a. Viyyətə görə köklər hasili mənfi 20, köklər cəmi mənfi 8 eləməlidir. Bu da mənfi 10-dan 2-dir də. Mənfi 10-dan 2-dir. Mənfi 10-u götürə bilmərəm, axı şərt qoymuşdum. Deməli, cavab 2-dir. Burada da həmçinin bunları ixtisar edirəm, amma nəzərə alıram ki, x mənfi 3-dən fərqli olmalıdır. Çünki məxrəc 0 ola bilməz. X kvadratı çıx 9x 36-ya bərabər olacaq. 36-nı da bu tərəfə keçirsək, çıx 36 bərabərdir 0. İndi tənyin köklərinin hasili mənfi 36, cəmi də 9 olan ədədlər axtarıram. Biri mənfi 3-dür, biri də 12-dir. Mənfi 3-ü götürə bilmərəm, şərt qoymuşdum. Ona görə də cavab olur 12. Burada tənyin bunu tap deyir. Buradan x1, x2-ni mötərizə xaricinə çıxartsam, x2-nin kvadratı plus x1-in kvadratı qalır. Bununla müxtəsər vurma düsturuna görə x1 plus x2-nin kvadratı çıx 2x1, x2 yaza bilərəm. Köməkçi müxtəsər vurma düsturuna görə. x1 x2-nin qiymətini bilirəm 7 bölü 2-dir. x1 plus x2-ni də bilirəm 10 bölü 2, yəni 5-dir. x1 vur x2-nin yerinə 7 bölü 2 yazıram. Burada da 5 yazıram. 5-in kvadratı 25 çıxılsın. 2-ni vururam. x1 bölü x2 də budur da. x1 x2. 2-lər ixtisar gedir. 7 bölü 2 bərabər. 7 bölü 2 vurulsun. 25-dən çıxıram 7-ni. 25-dən 7 çıxanda 18. 2 ilə 18 ixtisar gedir 9. 9 da 7 varında 63. Cavab olur 63. Burada tənyin köklərinin cəmini tapın. Bunların yerini dəyişib. Qarşıya mənfi atsam. Bax, bunu belə çıxma yazaram. Bunda yerini dəyişərəm. Y kvadratı çıx 3y. Onda ortaq məxrəcimiz elə y kvadratı çıx 3y-dir də. Yazaq ortaq məxrəcimizi. Y kvadratı çıx 3y. Böləndə birinci kəsir məxrəcinə qalır surəti. Burada da həmçinin qalır surəti. Qarşıdakı çıxmaya görə bura plus 10 olur. Bərabərdir 0-a. Surətdə nə oldu? Y kvadratı çıx 8y. 2-nin üstünə gələndə 12. Bölünsün y kvadratı çıx 3y bərabərdir 0. Kəsirin qiyməti 0 olması üçün sürət 0 olmalıdır. Sürət y-in hansı qiymətlərində 0 olur? Gəlin baxaq. Hasil 12 eləməlidir. Cəm 8. 6, 2. Düzdürmü? Hansını qoya bilmərəm? Məxrəci yoxlamalıyam. Məxrəc 0-a çevrilməməlidir. 6-nı qoyanda 36 çıx 18 məxrəc 0-a çevrilmir. 2-ni də qoyanda məxrəc 6, 2-dir də elə. Tənyin köklərinin cəmini istəyir. 6 üstə gəl 2, cavab olacaq 8. Belə. Bu videoda deməli 159-a kimi işlədim. Ətraflı olan tapşırıqları da növbəti videoda izah edəcəm. Bu videomuzda bu qədər. Sağ olun.